yaşamışıq Saratovka kəndində. Biz yaşayanda ermənilər bizə gecələr hücum eləyirdilər, narahatçılıq yaradırdılar. Kəndin hamısı yığılırdı, 2 ev var idi ora. Kənddə tüfəng ata kəndin o başına bu başına gedirdilər. Bir də gördük ki, kəndin o başında da otun tayasını yandırıblar, ayağında da yandırıblar. Səhəri qalıqdıq, kəndin hamısı bir danışdı, bir yerə yığıldı, danışdılar ki, kəndin malı, qoyunu, hamısı heyvanları çıxardaq kənddən, biz də bir təhər çıxaq. İlməzdi yol, bizim kənd rayonundan keçirmək istədilər, çölün düzündən, İlməzdi yolundan aparmaq istədilər Gürcüstana keçirməyə. Buradan da ermənilər, bizimkilər çıxardanda malı, heyvanı, 10 nəfər idilər. Malı, heyvanı çıxardanda elə bil ki, ermənilər gördülər, rayona xəbər vermişdilər ki, mal qoyun gedir çöllə. Xəbərləmişdilər. Onlar çatmışlar İlməzdi yolu, Qalaqala yoluna, o tərəflərə. Gəlmişlər, ermənilər bütün yığılmışlar, traktor, maşın, at, piyada, hamısı gəlib o yazıqların üstə. Gələndə mənim atamın da 70 yaşı var idi. Çox belə, nə qədər desən, yaşlı idi da, bacarmırdı. Ermənilər hücum eləyəndə bütün cavanlar qaçmışdı, mənim atam qalmışdı orada. Qalanda mənim atama hücum eləyib, istəyiblər vuralar, işgəncə veriblər. Maşını sürürlərmiş, kamazı deyir, üstümə sürürdülər. Başımı qoyurdum yerə, elmə şəhadətnaməni oxuyurdum. Özümdən gedirdim, bir də gözümü açırdım ki, hamısı məni kruqa alıblar, üstümə gülüşürlər. Üstümə gülüşürlər deyir, təzdən qalxırdım, biraz özümə gəlirdim, bir də kamazı sürürdülər. Elə bir 7 dəfə təkrar eləyiblər. Kişi pis günlərə qalıbdı. Dədəmi yıxılıb özündən gedibdi orada. Özündən gedəndən sonra qoyub gedirlər. Deyir, gözümü açdım, gördüm ki, nə maşın var, nə heyvan var. Heç kəs qalmayıb, çölün düzündə mən tək qalmışam. Sürünə deyir, keçdim Gürcüstana, Hamamlı kəndinə. Gedib Hamamlı kənddən çıxıb. Yolu azıbmış. Gedib Hamamlı kənddən çıxmışdı. 2 günü Hamamlı kəndində qalmışdı. O zamanlar biz elə bil ki, 1-2 gün qabaq veşimizi çıxartmışdıq. Nətər veş, maşın elə bil ki, maşının kuzovuna kimi veşi ühlüyürdük. Veşi ühləyəni rayondan gedirdik, biz rayonu keçməliydik. Görüblər ki, orada traktorun üstə tulğuya benzin, salyarka töküb veşin içinə atırlar. Orada yanırdı hamısı. Oradan veşi aparanda mənim yoldaşım qayıdıb gəlib, veşi bütün boşaldıbdı, veşləri. Qayıdıb gəlib, sonra bir tər da dedik, neyiniyə çöldə qalmışıq, nə tər gedəcəyik. Bir tər birləşdilər, dedilər ki, gətirin bir balaca, 1-2 dənə yorğan döşək sada götürək, çöldə qalmayacaq, hara gedəcəyik. Yorğan döşəyi qoyanda, keçirəndə bir tər keçirdik yoldaşımla, getdik saatlı, yapardıq, veşi boşaltdıq. Yoldaşım məni qaytarıb gətirmədi ki, başımıza oyun açarlar. Mən qaldım orada, yoldaşım qayıtdı. Gəliyəcəm maşını yoldaşımın əlindən götürmüşdülər. Maşın şofer işləyirdi. Maşını götürdülər əlindən. Mən özüm erməni dili bilirdim. Axır səhər bir tərs gəldim, Mollivə gəldim. Mollivdən də gəldim evə. Evə gəldim ki, bizim tayanın altında bu boyda bıçaq var. Əlbət gecə güdüblər, nədir, baxıblar. Görüblər ki, bir kişi ilə, yaşlı kişi ilə arvaddır, qoyub gediblər. O bıçağı hələ indiyənəcəndə saxlayıram. Bıçağı götürdüm, evə apardım. Mamam dedi ki, gecə həyatda səs gəlirdi. O səsdən deyir, qorxumuzdan biz çıxmadıq. Həmən o günündən biz anamı da götürdüm, kənddən də bir 20 nəfər yola düşdük piyada.
Gürcüstana gəlməyə. Onda da kətdə mənim yoldaşım qaydanda, onu yadımdan çıxarmıram ki, qaydanda elə bil onlar getdi Azərbaycana kənd gəzməyə, kəndi-kəndindən dəyişməyə. Qalmışdı 5-6 dənə nəfər kişilərdən. Biz də bir 20 nəfər qadın, uşaq yığıldıq. Bir də qalan kişilər. Piyada gəlirdik Gürcüstana. Gürcüstana gələndə elə bil ki, mənim anamla atam çox yaşlı idi. Atam elə bil Gürcüstandan bir tər 2 gün keçəndən sonra oradan qayıtdı, gəldi. Elə bil qayıdıb gələndə atam biz yola düşdük, getdik. Dağlarla, dərələrlə gedəndə mənim atam o 20 nəfərlə yollaşa bilmədi. Onlar cavan idi. Mən də bunları ata bilməzdim. Mən qaldım geridə. Onlar hamısı getdi qabaqda. Getdi, biz də oradan Nuraşen, Kalinonun elə bil çölünlə getdik. Nuraşen kəndi var idi. Nuraşen kəndinin üstünlə gedəndə Petrovkaya dedik, dağla belə aşaq, Petrovkaya yaxınlaşaq. Nə qədər olmasa Azərbaycan kəndidir. Biz gedəndə bir də gördüm ki, aşağıdan bir dənə Jiguli gəlir, maşın. Maşın gələndə anama yalvardım ki, anam gəzə bilmir. Bir tər anamı qucağıma götürə-götürə, sürüyə-sürüyə qaçdım, gördüm maşın yaxınlaşır. Anam mənə yalvardı ki, bala sən qaç, gedinlə qoy bizə nə olar. Dedim, yox, mən sizi qoya bilmərəm. Mən sizi hara qoyum burada? Bir də durduq da anam yıxıldı dizləri üstə. Çabalaya bilmədi, özündən getdi. Anamı mən özünə gətirənə kimi maşın yaxınlaşdı. Yaxınlaşanda mən onlara erməncək dedim ki, gördüm şofer təkdir, mən qorxmadım daha. 3 adamıyıq, şofer bizə nə edə bilər? Dedim erməncək, mən onlara dedim ki, nə istəyirsən, nəyə gəlibsən, nəyə düşürsən, deyirsiniz gedim, siz də çıxırıq da, nə istəyir? Mən o yandan qalxdı erməni dedi, sizin canınızı istəyirəm, sizi öldürmək istəyirəm. Dedim, gəl öldür, görüm nətər öldürəcəksən. Mən onların dilini təmiz bilirdim. Sonra kişi gördü ki, mən belə bununla danışıram. Onu sırazı kişi dedi ki, qoyun axtarıram. Amma o çölün düzündə qoyun yox idi, heç nə yox idi. Kişi sürdü getdi. Sürdü gedəndən sonra biz elə bil Petrovkaya biraz qalıb çataq. Bir olar 500 metr qalıb çatmağa. O qədər ki, kənd uzaqdan görükür. Mixaylovka kəndi var. Mixaylovka kəndindən asfaltla, Petrovka ilə Mixaylovkanın arasından asfalt gedir. Onlar dağın kəlləsində, oradan maşın gedirdi. Gördük ki, biz dağın kəlləsindən gedirik. Maşını saxladılar. 5-6 kişi dağa tərəf qara paltarlı kişilər idi. Qaça-qaça dağın kəlləsinə gəldilər. Dağın kəsiləsinə qaçırdılar. Mən anamı lap sürütlədim. Gəh qolundan girdim, gəh atam girdi. Biraz yaxınlaşdıq. Elə olardı bir... Axırsı Petrovka ilə biz o yol görünürdü da. Görünəndə Petrovkanın cəmaatı da elə bil kəndin əyğində qamış var idi. Millət oraya yığılmışdı. Kətdən yığılıb hamısı oraya gəlmişdi. Mən anamı orada qoydum, qaçdım, elə bir dəri idi, dərədən çıxdım, gördüm ki, xalq bizi görür da. Mən qışqırdım ki, bizə kömək eləyin. Mən kömək istəyirəm, bizi çatırlar, az qalıbdı. Mən kömək istəyəndə bir də gördüm ki, o Petrovkanın xalqı yavi ilə, yatla qaça-qaça bizə tərəf gəldi. Bizə tərəf gələndə oradan ermənilər dayandı, baxdı, sonra qayıtdılar, getdilər. O Petrovkanın xalqı gəldi, anamı qucaqlarına götürdülər, bir tər sürünə-sürünə bizi apardılar.